Ağacan kişi Qubada antik mallarla olan bir mağazin işlədir. Ben de Ağacan kişi ile burada tanış oldum. Maraqlı bir qədimi əşyalara baxdım, sevirəm onları. Elə bin bərəkət də o qədimi şeylər də var. Çox maraqlı söhbətlər elədi Quba haqqında, özünün keçmişi haqqında və s. Xalq da bilsin, tanısın Ağacan kişini. Allah sizden razı olsun, hoş gelmişsiniz. Hoş geldin. Vallahi həmişə baxırdım televizyada, hələ arzulayırdım ki yaxından görüm. Sizi də görürük də, haqq söyləyirsiniz, həmişə xalqa canı uyandırırsan, xalq içində olursan, millət içində olursan. Balacalıqdan 7 yaşımdan yetim qalmışam, hələ udun, ot, belə zəhmət çəkmişəm. Yəni zəhmətimlə araya gəlmişəm mən. Allah zəhmətini itirməsin. Sən burada da gözəl bu qədimi əşyaları vətəndaşlardan da alırsan, gətirib burada satırlar. İndi kimsəyə ehtiyac üzündən, kimsə ehtiyacı yoxdur. Satıb sən də insanlara belə xidmət göstərirsən, buna görə də sağ ol deyirəm sənə. Yəni Allah razı baxıb ki, insanlar gəlir evdən nəsə qabın, qaşığın gətirir, ya səhəng gətirir, nəsə qədimi xalçaların və doğrudan da çox belə indi bəlkə də başqa ölkədə olsa, başqa ölkəyə çıxara bilsən bilmirəm. İndi bunlar qədimidir, mən tam dəyərə verə bilmirəm, amma çox ucuz qiymətədir. Bəlkə də bunun belə real qiyməti, belə bir qlobal bazara çıxarsan, bəlkə də 500, 1000, 2000, 5000, 10000 evrodur. Amma burada 100 manata, 50 manata, 200 manata, nə bilim 30 manata çox belə gözəl qiymətlərdir. Sağ olasan Çünki kişi. ona görə ki, xalqın qəlbini qırmaq olmur da. O bir əşya alır, gəlir, mən onunla şərik ola bilmərəm axı. Onun ümidi onadır. Alır, aparaq, çörəkli eləyir özünə. Mən görürəm ki, insanlar elə bil ki, öz mənbəsinə qayıtmaq istəyir, öz yaranışına qayıtmaq istəyir. Hamı daha bu qədimi əşyaları götürmək istəyir, ondan evdə nəsə yemək istəyir. İndi qabaqları mis qazanlar var idi. Bəli. Mis qazanda yemək yeyən heç xəstələnmirdi. İndi nə bilim, o qazanları nədən hazırlayırlar? Həmin xörəki dadı tamı ayrı olur. İstəyir ona dolma bişir, istəyirsən kartuşka külləməklə, boğlama bişir. Mis qablar insanların beynində olan, daxilində olan mikrobu öldürür birinci növbədə. Mis dəstək qoyublar qapıya, Rus alimləri hesablayıb ki, Latindan da qoyub. Deməli, mis 30 minuta məhv edir. Liboy kim əl vurdu, sən vurdun, mən vurdum. Mis məhv olur mikrob. Mikrob. Sonra səhəng su saxlayır, sərin. Bir dənə qab getir, su tökək, laf qaynar su tök qalsın. O hələ qaynar saxlayacaq bu səhəng. Çünki səhəng, sərin, sərniş. Bunların boğazı dardır, aşağı enli. Ona görə suyu orada buz kimi saxlayır, sərin. Bin bərəkət də onlardadır, vallahi. Bəli. Sağlamlıqdır da. İndi kitar qablarını alıb içirlər və qara tavalar var, yumurta vurub yeyirsiniz. Bütün mədə, orqanizmə, orqan dəyişikliyi insanda. Ona görə də infarktlar artıb. Düzdür, bəlkə də elə hər kəs keçməlidir o qədimi Sonra qablara. mən hələ balacalıqda, yeylaqda yaşamışam. Ancaq otlar içirəm də, yeşiklərlə getirirəm. Adi əvvəliyi hörmət qoymurlar. Bilmirlər ki, bu nədir. Yeşiklərlə otlar var məndə, kloplarla. Ancaq ot içirəm. Baxın, bu nədir? Bax bu. Kimin ürək problemi varsa, bax dozotu. Dövlət də, məsələn, alimlər də bunu bilir. Bu qarağınlıqdır, bu dozotudur. Bu ikisini dəmləyib içirəm, demək hər gün. Dedi bir həkim getiriblər ki, bu hər gün bunu içir. Deyirlər, yox, olmaz. Vallah olar. Neçə ot qatıram ki, deməli, bütün ürək borularını yuyur, təmizləyir. Birinci növbədə tərləyirsən, sənin beynini sakitləşdirir, əsəb sistemlərini qoruyur. No problem. No problem. No problem. Alma sirkəsidir. Sonra gedirlər alma sirkəsini belə baxırsınız. Alma sirkəsi davleni stabil saxlayır. Alma sirkəsi bütün ayaqda olan sancıları götürür bədəndə. Boruları yuyur, xörəkibə tök, duru xörəkləyəndə hər axşam 2 qaşıq. Ha, düzdür, doğrudur. Gül suyu ilə dulandan mən. Gözəl məsləhət verirsən. Yəni gül suyunu istifadə edirsən. Bəli, ancaq gecə, gündüz stolumun üstündə gül suyu görərsən. Bax, nə qədər alıb yığıram mən. Bütün qışı, yayı mən bunu içirəm. Bu gül suyunu içirsən. Heç nəsiz. Bax, mən hər gün bunu içirəm. Sağ ol. Çox gözəl. Həmin ürəyimi borok eləmişdilər, təmiz düzəldi. Həkim inanmadı ki, bunu hardan düzəldi ürəyim? Bax, bunlardan, otlardan. Yaylaqda da olanda mən elə ot içirdim. Ha, sağ ol. Ben bir dəfə gələcəm, səninlə gedəcəyik yaylağa, danışdıq, ova gedəcəyik səninlə. Güclü isti su var cimdə. Demək bu vaxtı mənim adıma vurublar, ora övliyələrdir. Hələ bir ki şikəst gətirirlər, 3 günü durur gezirsən.
Öyle mi? Ter su alır aparır, rivatizmeni yuyur, duzu yuyur, bütün oynaqlarını ağrıdan azad olursan cavan oğlan. Mənə deyirlər saçların niyə belə qalır? Hər il gitməsəm xəstələnərəm. Ya sənlə gələcəm gedə Hələ bilmirəm, ürək ardadı, kimdənsə gidib soruşurdum, utanıram. Vallahi bu vaxta qədər mən bilməm börək nədir, bu nədir. Hələ gidib səndən, ondan, bundan soruşurum. Amma qaldı ki, biraz əsəbdir də, yəni insan bir görsən. Pislər var da, rəsələ. Azər kişi, təşəkkür eləyirəm sənə. Allah səndən Çox Mən də şad oldum, sizi söhbət elədim. gördüm. Mən də şad oldum səndən tanışdığımıza. İndi qaldı növbəti dəfə səninlə gedirik. Oba və o dediyin yerə. Amin. Görürsünüz, mən bunu özümü öz xərcimlə çıxartmışam. Vallı kasırdan Allah söhbət rəhmət getmir. eləsin bütün Cəm şəhidlərimizə. şəhidlərimizə Allah rəhmət. Şəhidlər ölməz, Vətən vətən ölünməz. ölünməz.